doydum. Gəzintidən doydum bu səfərlik. Meşədən də doydum. Bir xeyli gəzdim, gölə girdim, yorğunluğum çıxdı. Artıq bir gecə daha qalma düşüncəsində deyiləm. Yəqin Bakıya qayıdacağam. Ümumiyyətlə bu səyahətlərimi hardakı o doyum hissi gəlirsə orada bitirməyi sevirəm. Ondan sonrası zövqsüz olacağı üçün dəyməz. Çox böyük zövq aldım bu dünəndən bu günə. Çox gözəl macəralar yaşadım. Məncə bu qədər kifayət eləyər. İndi Bakıya getməyə çalışacağım, görək necə olur. Tərli paltarlarımı dəyişdirdim və yola düşürəm. Üzü Bakıya sarı saat 3-ə işləyib görək başıma nə gələcək. Elə orada inəklər dindirəlir. Qarşıda qağaylar var, qazlar var. Çox möhtəşəm bir görüntüsü var. Mən Xəzəri müxtəlif nöqtələrdən seyirləməyi sevirəm. Buradan da çox möhtəşəm bir görüntüsü var Xəzərin. Dənizə girmirəm çünki çox dalğalıdır. Həm də gölə girdiyimi mənim üçün kifayət elədi. Bu gözəl mənzərəni seyr edib doydum. İndi isə yolcu yolunda deyib yoluma davam. Dayanmışam yol kənarında. Nabran mərkəzə qədər də xeyli yolum var. Bilmirəm maşın tapa biləcəm ya yox. Bir nəfər saxladı, avtostop olduğum bildi və dayanmadan getdi. Görək necə olacaq. Heç özüm də bilmirəm necə olacaq. Maşın tapmayanda çadırımı atıb yatacağım. Çox da böyük problem deyil. Maşın tapmadım. Mən də piyada yola düzəldim. Bilmirəm, hara qədər gedərəm. Maşın çıxmaz. Çıxmaz da ki, nə qədər gedəcəm. Heç kəs saxlamır hələ ki. Yenə uzun incə bir yoldayam. Bir tərəfin Xəzər mənzərəsi var. Bir tərəfində də ağaçlıqlar. Gedirəm. Görək başıma nə gəlir.